Verilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi, Qızılquyu Limanatları, Libro Toyuqları. Bu da bizim doğma Bakımızdan 205 kilometr aralıda yerləşən, bütün ölkəni şəkərlə təmin edən İmişli. Qəhrəmanlarımız Şəmi və Şöşü hansısa razborka və ya pul söhbətinə görə deyil, yeni bir iş üçün buralara ayaq basdılar. Evet, gelin düşün görək. Bu da İmişli, düşün. Aksaqqal. Oy, gəl. Buna da. Gəl. Buna da. Gördün? Ben senin maşenlik olduğunu bilirdim. Ama bugün sen peçatı vurdun. Yaxşı. Buna da üçümüz gülçümü gelirdik de. Yığmışsan bir kamaz maşını, biri öskürür, biri askırır, biri ne bileyim pis şeyler eyleyir. Ben koca kişiyim, aksaqqal kişiyim, gelmişim o oyun içinde. Lazım demeli bu. Neçə kişi sənə aksaqqal, bax yolla gedirsən. Gördün yerdə 10 manat. Götürüb onu kaşmökübə qoymayasan. Götürərəm. Mən də yolla gedirəm, kliyentdir da. Biri 10 manatdan görürəm düzülüb. Götürdüm da, ne eləyim? O bir şey, baştan qaram. Onu salmışam bagaja, deyən görürüm. Yazıq burada qalıb. Fəlakə! Mənə nəşə demirsiniz ki, İmişliyə gəlmişik və mənə nəşə demirsiniz İmişliyə gəlmişik. Qatar gəldi. Eşidirsən, elə rahat gəldim. Bu arkada oturmuşdum axı, eşitsən. Arkada oturmuşdum, Asakka. Bu adam ürəyi sıxırlar, arkada oturursan, min cürü gəlir, min cürü çinməyən adamlar var. Rahat elə gəldim. Eşitsən, Şöşü. Qaydanda da. Mən arkada gələcəm. Ola bilsin ürəyimcə sıxılsın, qışqırım ki, Şöşü məni çıxar, çıxartmayasan ha. Bilirsən niyə? Birdən deyərəm Şöşü ürəyim sıxıldı, reskutorumuzu verərsən, başım dəyər danqada ölərəm. Yaxşı. Şəm bizi gözləyir. Şəmi bizi gözləyir, deyir əməlli başlı iş var. Özlü yığışdı, bırat ağıllıyor. İmişlidə başqa cırdı, həyat ağıllıyor. Özlü yığışdı, bırat ağıllıyor. İmişlidə başqa cırdı, həyat ağıllıyor. Dünəndən baxıram, bu şeyin kliplərinə akasısı belə təzə bir müğənni var, Justin Bieber'dir, nə bilim. Bu YouTube'da nə bilməm, neçə milyon dənə baxışızadır. Eşitirsən, sən ona bir dənə denən ki, yaxınlaş. Denən Şəmi müəllim var, bəs biraz təriflə elə, Denən bəs sənin konsertini eləmək istəyir İmişlidə. Belə bir imkan var, yoxdur. Neçə? Bu nə qiymətdir, bu baloğlandır, bu səyyatdır, bu manatdır, bu nə qiymətdir, Yox. Özü də Azərbaycan ilə mahnı bilir. Temboli, lazımdır mı? Tamam. Şəmməli? Şəmməm ola? Şəmməm, səhərə kimi yatanməmişəm ki. Nə olub yenə? Bu taxta bütün ağaçın oğlunun kişi sonra gedmədi. Orada şəkildə çəkdirdi yaxın. Bir dənə o şəkildə bax, səhərə kimi buna baxıb. Ağlamışam, ağlamaqdım mən Şəmməli. Bu yadımdadan Instagramda qoymuşdum. Yox, Şəmməm, şəkildə bax, nə göz sonra? İncirəm Şəmməmsən, incirəm. Çox düşürsünüz. Şəmməm, sizə arıqlamaq lazım. Mağul əvvəllər qasırdıq, gedirdik idmana, arıqlıyordunuz. Ayzana oyan bu yan. Bu yeyib içməklər imkan verir ki, bir gün orada, bir gün burada. Hətta da geçən kebab. Yenə də forma lazım. Forma lazım. Oyuna getdin də gəl. Vay, Şöşü. Sağ ol. Xoş gördük. Nə var, nə yox? Nə olub zəngin? Bu nə lazım? Ara deyəm. Sən mənim Moskvada kartonun içindəki pulu bütün qutu alırsan, pusal ağzının üstünə bir dənə qoyacam. Şöşü. Ana kartona gizlənəm. Çay gətir. Kartdan başım çıxır, biz qazan olma. Nə olub, nə var, nə yox, danış görüm. Sağlıq, salamatçılıq. Ay ağsaqqal, nə tərsin? Yorulmuşam. Eşitsən, hesabladım burada, deyir sabah yarış yaracaq. Kalkulatorla yarış yaracaq. Ay Şöşü. Nə yaxşı, gəldiniz, tapdınız məni burada. Zəng eləmişdin ki, bəs qohum əqrəbəni yığ, gəl İmişliyə iş var. Biz də gəlmişik. Mən zəng eləmişəm sənə.
Sən zəng eləmsən də, bu deyir nömrə. Hələ salsan bizi. Bir dəqiqə. Hə, indi yazma. O maskadan sonra o hansı qədə mən o başım o turbadadır, nə bilim. Mən o. Stoluydu, burada sıxdı təpəmə. Yaddaşımı zad bitirmişəm mən. Üz istəmişəm mən. Bax, rəhbərlər o qozmos hamısı gələcək. Bir də Şəmməm qurban olum. Xahiş edirəm hissləməyin. Şəmməm hissləməyin, xəstəsiz. Şəmməm mənim xəstədir. Şəmməm qrijası var, qrijası. O qrija birdən şişdi. Bum! Partladı. O partlamaya kim məsuliyyəti boynuna götürəcək? Sən, yoxsa sən? Nə siz danışırsan? Cəhənnəm olaya burada. Yox, sən götürəcəksən, hə? Ay, git, sən də bilsən qrija nədir? Şəmməm istəməm, qurban olsun. Şəmməm, sənin qrijan var da ya. Hədi, olur da arada tutma. Bizə də çay gətir, hə? Baba, maşın, bizi nəyə çağırmısan konkret bilək? Əgər söhbət o söhbətdən döyürsə, sərf eləmirsə, spiskanı atım, çıxım gəlir. Sizin də ya. Hə, işdirsən. Sən doğrudan bu qrija var, yoxsa? Hədi, yaxşıdır, qrija var. Şəmməlim, dərmanımızın vaxtıdır. Mırmırkin dərmanı var, onu atın. Bir də Şəmməm, bayaqdan şüşədən baxıram, maşınımız dayanmayıb belə. Bir də milçək göydən uça gəldi, düz düşdü kapoda, öldü, ləkə qanzar. Şəmməm, maşını açağa verin, geyim moykaya düzdürüm. Səhər yozdurmuşdum bunu, gəl. Ürəyim partlayır, ağlamaq sifətini görmüşdüm, bunu bu sifət. Buradan alırsan, puldan alırsan. İşləyir də, yanında işləyir də. Katibəliyimi edir mən burada. Dostlar, qohumlar, canlar, ciyərlər. Şəmi uca xod gedir burada. Şəmi burada konsertlər təşkil edir. Şəmi burada reklamlar çəkir. Ondan sonra kliplər çəkir. Böyle işlər görür. Yəni production nə deməkdir? Produksiyon. Yəni produktiv işlər. Bizi nə çağırır? Konkret bilək ki, söhbət nədir? Bax, indi gələcək planlar çoxdur. Amma birinci istəyirəm ki, yavaş-yavaş başlayaq da. Rafet Elromanın konsertini təşkil edirəm İmişlidə. Rafet Elroman o şey deyil, o. Rafet Elroman o şey, Ebru Gündeş'in yanındaki gədə döyür. Müğənnidir bu. Başqa şeydir o, başqa müğənnidir. Ebru Gündeş nə? O Sərdar Ortacı həmişə mən dəyişdi sallam, ona görə eləməm. Mən bildirim faktı alacam bunun əlindən. Başqa danışma, sən danışma. Ona qulaq asma. Yaxşı, qalacaq. Ona qulaq asma. Görün Şəmməlim nə deyir? Gedək həll eləyək, pul qazanaq. Hə, ona görə də Rafet Elromanın burada sevənləri çoxdur. Millət, qırğın deyə buradakı Rafet. Ona görə də şoşur. Bax, gedirsiniz İmişlidə, şəkər zavodundan tutmuş, daha broilerlərə kimi gəzirsiniz, bir şirkətlərdən sponsorluq üçün təklif verirsiniz ki, gəlin sponsorluq. Sağırsan şöyle şirin dillər, dili var da, sən də arada biraz basıb bağlayırsan, birinin üstə beşini var, yox, çoxdur, ona bak. Yəni, o söhbətlərinlə qılıqlayırsan yavaş-yavaş, pul alırsan, birindən 3.000, 5.000, 10.000, hay-huy, 100.000, 150.000 gətirin, qoyun stolun üstünə, deyin ki, Şəmil, всё готов, biz hazırıq, gedək işimizi görək. Yox, mən razı deyirəm. İkiniz, bırbalar, pulu yığdınız, birləşdiniz, ağsaqqalı neynək, atış gələk, neynəyəcəksən, pul verməyəcəksiniz. Ağsaqqal yenə qalacaq aç, siz yeyibcəksiniz. Ağsaqqal, əldə olunan gəlir, qardaşcasına bölünür. Qardaşcasına nədir də, mən bilim də, 90 manadı, 70 90. Elə qardaşcasına olur. Sən bilmirsən, Şəmməllimlə biz həmişə qardaş kimi 50-50-yə bölmüşük. Bəli, düz deyir, 50% Şəminin, 50% də 4 nəfər arasında bölürsün. Mən razı. Şoşu, buyur. Uğurlar, gelin, hamınız uğurlar. Dur, sən məncam həqqi rafət gələcək. Hədi. Söz danışın. Şirin. Ben çay verməyəcəyim, sən çay verməyəcəyim. Gedin. Gəl görüb belimi oxala biraz. Şəmməm Natiq mənim zəng eləmişdi. Belimi oxala. Dedi ki, o variyələri qoymuşam balonla. Dedim, mən özüm götürsəm, Şəmməm müəllim yox, xaricdə götürsəm. Yaxşı. Meyvə doğratdır, gətir bura. Meyvə. Yaxşı. Yaxşı. Bananları belə. Hədi, yaxşı, nə bu? Özü yığışdı, bırat ağıllıyor. İmişlidə başqa cırdı, həyat ağıllıyor. Özü yığışdı, bırat ağıllıyor. İmişlidə başqa cırdı, həyat ağıllıyor. Kömək eləyim, Ağsaqqal. Bax, bu da şəkər zavodu. Burat, dana şəkər zavodu. Qurban, mən səni bax belə olandan çox istəyirəm. Sən mənim çiynimə uşaq vaxtı tiş eləmişsən. Səni mən çox istəyirəm. Mən nəşə demirsən ki, sən məni uşaqlıqdan öyrənirsən. Sən yaxşı adamsan, yaxşı insansan, hamı sənə çox istəyirik. Gəlmişik buradan, bu şəkər zavodundan bir balaca pul götürək də, pul qazanaq. Sən də açsan, mən də acam, o da acam. Bir balaca yemək yiyək, pulumuz olsun.
bax ora getdik. Bax o birisi yerdəki kimi danışma. Danışıb zibil eləyirsən. Sən sakit dur. Qıraqdan bax Ağsaqqal əmi ilə Şöşəmi öz söhbət edir. Yaxşı? Heç nə deməyim. Heç nə demə. Yaxşı. Mənə deyin də, mənə nəşə deyin. Danış mənə, o başımı aşağı eləyim, sakitcə durum. Ağzını açmışsan, bax o. Gül kimi danışmışdım, hazır eləmişdim sponsoru, gəldi, zibil qoydu. İşin yoxdur, şaşır. İşin yox da gizli, tüfoydu. Mən sənələrin başa gətirməyə yolu bırak. Təzəl hazırlaşdırmışdım, başını 1 saatdır pişirəm, 1 saatdır pişirəm. Qayıdıb deyirsən, buranı maniyesiyə satarsın. Qalxma, işin yox. Mənə nəşə demirsiniz, Sənə dedim, danışma. Görmürsən mənə nədir? Mənə nəşə demirsiniz ki, o buranın müdürdür, mən adam bilim, mən nəşə demirsiniz. Bu məni öldürəcək, çək otur. Ağsaqqal olmasaydı. Bəlkə gedər şəkər zavod danışaq. Şaşıdı şaşır, şəmidir şəmi. Fəlakət edir, sizə hər kəs diqqət edir. Kim baxırsa ləzzət edir. Şaşıdı şaşır, şəmidir şəmi. Şaşıdı şaşır, şəmidir şəmi. Baxan adama ləzzət edir. Şaşıdı şaşır, şaşıdı şaşır, şəmidir şəmi. Nə deyirsən axsa? Cücələrin nətər reklam elədiyinizi mən bilim. Yaxşı reklam. Cücələri bilirsən necə reklam elədir? Rafət çıxır səhnəyə. Cəmaət doludur. Rafətin sinəsindəki köynəkdə sizin bu toyuqların ən simpatistisinin şəkili. Rafət birinci mahnını oxudu. Birinci mahnını oxuyub qutaran kimi fəlakəti çağırırıq, dən tökür dalda. Cücələr çıxırlar sırayla. Dananananana başlayırlar dənləməyə. Bu uca zatadır reklamdır. İkinci mahnını ki oxuyur, ortasında gəlir oxuya gitara çalan yanına grill qoyuruq, grill aparatı. Fırlanır, toyuq orada belə qırmızı, belə ponçu toyuq fırlanır. Grill aparatına yaxınlaşır, oxuya budu belə qırır, yiyir, deyir, paf, bəh, nə qəçək toyuq. Rəmə saxlaşaq gəllər. Nə qarısın, nə gizsiz danışırsan. Uşaqlığı da yıxılır, qarşıqda oturanda başı dəyib, qohumdur. Reklam. Bundan qutarmır. Tamaşaçılara da indi narazı tamaşaçılar olur da, heç nə bəyənməyən. Onlara sizin broilerin yumurtalarından verəcək. Pis mahnı oldu, yumurtanın sırpır Rafetin tapasına. Yumurta sallanır, belə o dilxor olur ki, mən oxumuyorum. O sarının reklamı olacaq. Elə şeylər olacaq. Üzünüzə tərifləmək olmasın bu xəstə toyuqlar. Söz danışırıq. Xəstə bizim bu uşaqda fikir vermə. Eşidirsən müəllim? İndi sana müəllim deyirəm. O demək deyil ha, sən mənim müəllimimsən, yoxsa bədən tərbiyə müəllimimsən, sinif yoldaşımsan. Müəllim deyirəm, yaşda böyüksən, mən beynimi xarab eləmə. O Rafet Roman bizim tanışdır, dostdur, qohumdur. Ona deyəcəyik, axırda konsertin axırında bu toyuqları parodiyazad eləyəcək. Giz danışma, gözəl Ağsaqqal içinə söhbət edin. Ağsaqqal, boş verə uşaqdır. Özüm elə deyirəm ki, sponsor olsun. Güclüysən. Pəksən, müəllim, orada Rafet Romana tapşırmışam. Konsertin axırında xoruzla orada döyüş sad eləyəcək. Dənə maraqlı döyüşlər var orada, maraqlı döyüşlər. Bilirsiniz deyəcək, yəni bu toyuqların nəyi var reklam eləyəcək. Bu xəstə toyuqlar deyirsən. Sağlamdır. Sən lap bağışlayıb qalıb. Yaxşı, söhbət edin. Elə yanımızda götürdük. Oynayırıq, özümüzsün oynayırıq. Sən əsas razılığı ver, biz Rafetlə də danışaq, konuşaq, deyək ki, gəlsin. Allah xeyir versin. Əla. O da Behdən yaddan. Yerərik. Mən götürərəm. Ağsaqqal deyənlər mən danışacam. Mən götürərəm. Yəni, özdə şəmi tapşırıb ki, yəni bizim tanış adamdır. Biz elə-belə gedmirik ya, bax. Ağsaqqal, bax, sən ölüm, mən ölüm. 10 mindir, 7 minə şəmi tapşırıb ki, götürərsən. Eşlər, qoy bir sualda qalıb, onu da verim. Müəllim, sən mənə deyə görüm, birinci toyuq yaranıb, yoxsa yumurta yaranıb? İstəmədən, bəs də, yox, nə yaranıb? Mən maraqlıdır. Alimlər bilmir onun cavabı, Ağsaqqal sizlərdə. Bəs Verdiyin sualı. Ver Ağsaqqala. Ben saymıram, düz olar. Yəni hamısıdır da. Söz. Danışdığımız kimi necə lazımdır, reklam eləyəcək, narahat olma. Öpürəm, sağ ol. Bir daha sual, sən Pribaltikada asgərlikdə olmadın. Siz danışma.
129. Ana mən bu sayı itirdim başım. Mən istəmirəm Şəmi. Nə olur? Mən uca dözəmirəm. Düz 12 saat mən burada bir sənə əziyyət çəkirəm. Barmaqlarım yarılıb, da benim qalxır düşür da. Mən nə edeyim? Çörəyimə bax, göm. Burada nə var ki, kalbasa sexiddə 2 gün var, iş vermişik, işdə də çörək pulunu qazan. Əziyyət çəkirəm. Siz nə bilirsiniz mən burada? Sən əziyyətdən çəkirəm. Bir dənə mənə köməkçi. Nə olar? Bir dənə. O bir sexdə şikayət elədin, gətirdik səni bura. İndi burada da şikayət edirəm. İşləmir. Tək başına mən işləmirəm. Şəmi, mən yazıram, qurban olsun. Nə istəyirsən? Bir dənə köməkçi. Lap belə deyim, qız da olsa olar. Qız, bir dənə sarışın. Şöşük, bunun məsələsini həll elə. Bir dənə köməkçi ver, burada girəylənməsin, danışmasın. Həll elə. Sənə köməkçi lazım. Götür, bu yanına bir dənə. Gəbirə görüm. Bu gündən sonra buna kömək edəsən, bu sexdə ikimiz sahib tutarasın. Gündən buna kömək edəyəm. Eşsən, ged oraları yığışdır, sonra o biri sexi yumaq lazımdır, o yeri patolog yumaq lazımdır. Ana, bu gecədə tapdı. Verilişin sponsoru Ruski Vkus. Şöşü, gəldin. Nətər olacaq? 10.250 sayarsan. Eşidirsən Şəmi, mən gedirəm, mən bir də sabah saat 4-də olacam burada. Nə gedirəm, nə danışırsan? Dağıstana gedirəm. Nə Dağıstan, işlər töklüf qalıb burada, Dağıstan nə də? Dünən toyda oturmuşdum, Dağıstanlı uşaqlardan yeyib içirdim. Stolun üstə bütün bizim limanatlardan idi. Bir işdi, nə qəşək limanatdır bu. Nə söz vermişsən? Mən də işkiliydim, dedim, bir kamaz mənlikdir. İndi zəng eləyib ki, bir sadə limanatı çatdırmasan özündən. Demişəm, içmir, bu yenə də bu dilinin bəlasına düşüb. Danışma da, içdin, danışma, içdin, danışma. Sabah gələcək. İşlər töklüf qalıb, nə Dağıstan, bu nə danışır, Verilişin sponsoru Qızılquyu limanatları. Qaqaşım işdi bizim diyardı, bizi məndə verdi. Bizim tərəfdə Delavoy qaqaşlar nə qədərdir. İmişdi oğlanlarıyla söhbət edənlər bilir. Tanıyanlar bilirmişdi, kriminallı şəhərdir. Özü yığışdı, bırat ağıllı yox. İmişlidə başqa cırdı, həyat ağıllı yox. Nə danışıram bayaq? Sənə deyirəm Mədi, sən mənə demirsən. Mən də sənə deyirəm, sənə deyirəm. Bax, 1, 2, 3, qurban olum danışma. Mənə nəşə demirsən. Qoy onun cibə, danışma. Dur yanımızda. Ağlında yaxşı şeylər fikirləş. Danışmıram hansıdır, o danışmıram hansıdır, başı aşağı eləyib sakit durursan. Bax, belə, bax. Ağzı açılmır. Bax, nəfəsi, hop, elə dur. Gözəl şeylər fikirləş. Yaxşı şeylər fikirləş. Fikirləş ki, nə eləyim ki, danışmayayım. Yaxşı. Alo, salam Mələk müəllim. Gəlmişik, burada yox. Elə araq butulkalarının yanında sex. İkinci arağın yanında. Oldu. Müəllim gəlir, bax, qurban olun fəlakət. Onun yanında bizi, ya. Salam Mələk. Salam Mələk. Xoş gördük. Şöşü, Ağsaqqal fəlakət. Salam müəllim, salam. Bizim nümayəndələrdir. Müəllim deyirəm, xətrimə dəyməsin, ərk eləyib deyirəm, ərk eləyib deyirəm. Müəllim deyirəm, xətrimə dəyməsin, Gördüm qalstuk taxıbsan, ona görə müəllim deyirəm, yoxsa hardan müəllim deyərəm. Üzr istəyirəm, o telefonda sizə demişdim ki, bəs bilirsiniz də, konsert keçiririk. Bax, İmişlidə Rafətin bir dənə konserti olacaq. Daha belə, konsert heç yerdə yoxdur. Biz qərarı aldıq ki, bəs sizin bu konsertləşdirilmiş Soxvər bu istixal iptal zavodunuz bizim sponsorumuz olsun. Bəli, sizə çox gözəl şərtlər təklif edirik. Sizin araqlardan Rafet içəcək, piyan olacaq. Öz pis mahnılarını yaxşı mahnılar kimi oxuyacaq. Piyan olacaq. Heç narahat olma. Reklam nəyi var? Bax, təsəvvür elə birinci mahnını oxuyur. Qızlar əlində padnos, sizin arağın butulkası rumkalar. Rafet mikrofonla gəldiyi yerdə qızlar gəlir belənçinə və Rafet reski oradan arağı götürür, mahnı oxuyor. 50 vurur, mahnını oxuyur. Eşidirsən müəllim? Müəllim deyirəm, sən canı incimə ha. Bax, mənə dedilər ki, sən danışma, ona görə mən sana heç nə deyəmirəm, yaxşı? Ona görə heç nə deyəmirəm. Yalan deyil. Mənə dedilər ki, sən nəşə danışırsan. Reklam nə vaxt olacaq? Konsertdə də elə bir konsert gəlsin, Rafet oxusun, reklamın eləsin. Plakatlar çıxartdırmışıq lazerli printerlə. 3D plakatlardır. Denən Rafet el romanza da olacaq. Deyirəm də, bir deyirəm. Rafet el romanın şəkili 3D şəkildə,
kağızı yapışdıracağıq divara. Divarın yanına da indi bir 6 kletka bizə bu reklam üçün araqdan verərsiniz. Arağın butulkasını da reklamın üstünə. Denən sizin toyuqlar zad da verəcəyik də, orada toyuqlar zad göstərəcəyik. Yəni arağı nəyi var reklam olacaq. 6 gün 7 gecə konsert olacaq. Razısınız? Təşəkkür edirik. Bax, bir də Rafet demişdi ki, bu araqlardan bir kletka ona pay elə bil. Pay, ola. Zarafat eləyin, zarafat eləyin. Zarafat eləyin. Zarafat eləmir. Elə beytdən də verin. Gedək biz ofisdə o məsələnin kontraktını. O kletkadan da bir bağlasın. Narahat olmayın, özümüz sayacağıq. Narahat olmayın. Всё. Necə lazımdır reklam olacaq. Çox sağ olun. Allah sizə dəyməsin. Bayaq o müəllim sözümə görə incimədim mən. Aparın, oynama. Oynama. Saqqal, təbriklər, alındı. Danışdım vağzalla. Rafət Əlroman Qatardan gəlir, sponsorluğunu vağzal edir. Sən nə kırısa adamsan ha? Niyə? 8 manatlıdan verərdin, gətirərdin. Biletin qiyməti nədir ki, onu da barter elirsən. Ağsaqqal, görürsən sənin başın biznesdən çıxmır. Niyə? Bana 8 manat biletə. Bu Rafət gəldi, bu avtobusla aparmaq var Mədəniyyət Sarayına. Bir 20 köpük avtobusa verdim. Onun çayı, onun dönəri, nə bilim, birdən indi nəsə bakmış istədi. Bunun üst-üstə yığanda bir 50-60 manat eləyir. Bax, görürsən, pulun qədrini bilmək lazımdır. Bir üzr istəyirəm, bağışla. Ağsaqqal, buna gəlir. O Rafet Əlroman o əvvəl arvad idi, sonra kişi oldu. Bülent Ersoy'du. Ağsaqqal, bunu götürməyək də. Dedim sənə bunu götürməyək. O səni şeylə qarışdırdım, o Bülent Ersoy'la qarışdırdım. Yəni, fikrimi yayındırma. Gedək onda elə da belədirsə, sağ binada su tutsun, ev tutaq, elə orada qalsın Rafet. Evliyə tuturuq, kişi, sən dedim, bax, rasxod eləməyək də. Danışmışam, burada Olimpiya kompleksi var. İdmançılar gəlib, ştangistlər. Onlardan bir otaqda yatacaq. Kravatdan zaten qıtlayıb gülərlər də, səhərə kimi güldürür onlarda. Bizim idmançılar çırpar onu, yazıq da. Yox, tapçardan çırpasınlar. Dava gedək, həm bizi gözlür, gəl. Sıvayı vurun, həmişə siz onsuz da udumsuz. Qələbə olub sizdə, həmişə. Bilyardın özünə məxsus taktikaları var. Şirin, qədim Yunan filosofu Mazgara Tumpos deyib ki... Mazgara Tumpos? Ay, sağ ol. O deyib ki, Şabraposa minkara işpura tunto liflakas prapona. Yəni ki, bilyard oynayarkən rəqibinin gözünün içinə bax. Çox gözəl taktika. Minkara Tumpos? Şəmmən bayaqdan bir şey fikir verirəm. Şəmmənim, siz o qədər gözəl bir insansınız ki, o qədər gözəl müdirsiniz ki, öz işçinizlə bilyard oynuyorsunuz. Bu səmimiyyətdir. Şəmməlim, mən bilyard oynaya bilmirdim ki. 14-15 yaşında o mığmığa Rafi var, mığmığa Rafi'dir, Luz Rafi bir alədir, o mənə öyrədib. Bir də Şəmməlim, bayaqdan arzu deyim, nə deyim, bu daşı sizə saxlamışam, bir dənə. Çujoy, Şəmməlim, hələ ehtiyac yoxdur. Ehtiyac yoxdur. Bu daş özü hiss edir ki, siz onu ora salmaq üstü, bu öz qeyb, öz ayaqla qeyb bir çox. Yaxşıdır bə, yaxşı görək. Sağ ol Ayşə. Get, mənim iş görüşüm var, get otur. Sən, tapçım, neyi tapdım? Sponsordur. Sponsordur, iş eləmədin, sponsordan. Sponsordan, dostum, özüm elə gətirdim. Qardaş, salam eləyəcəm. Bir yaxındır, bir söhbət edək. Al dur, Emrəz, beynimi xarab eləmə. Özüm elə gətirdim ki, gözüm qorxudum. Qardaş, siz hansı şirkətsiz, hansı holdingsiz? Sakin dur, gör özüm danışacam. Eşitsən, bu sponsordur, pullu adamdır. Bunu gətirmişəm ki, bizim konsertdə o Ebru Gündeş gətirmirik, Ebru Gündeş. Ebru Gündeş nədir, Rafet Əlroman? Əgər el adları oxuyur da, Ebru Gündeş Rafet Əlroman, ikisi də türkdən. Onun konsertində sponsor olacaq bu sponsor. Bu nədir, bu nə şirkətdir bu, holdingdir, nədir? Şirkət deyəndə ki, bu qəbir daşlarına baxır da, qəbir daşlarına. Bakıda, elə bir ki, bunu Bakıda tanıyırdı da, götürün gəldirmiş deyə. Deməli, bu ağ mərmərdir, qara qranitdir, hamısından baş sponsor olacaq. Demişəm, orada bonus kimi də elə bir Rafetin konsertdir, Rafetin konsertdə. Rafetin şəklini vurduracaq üstünə, onsuz əvvəl axır Rafet öləcək də, nə deyil. Sən gitsə Bakı tarafı nədir? Nə şey? Sən demişən, get düzəməli sponsorsa, başdaş nədir? Düzəməli sponsor oxşamır, Hala get, yer çık get buradan. Sana dedim düzəməli sponsor oxşamırsan, götür şu qabanı. Gicdir, nədir, başı xarabdır, qədəni. 3, 4, 5, 6, 7, 8, 9, 10. Min, ala.
3000 də burada. Vay, bunu da sağ ol Ağsaqqal. Dönərxanasından aldım. Güvəsi təşkilatı dəstək. Halal olsun sənə. Dedim, Rafet çıxanda çörəkdə dönər yiyəcək. Rafet çörəkdə dönər yiyəcək. Mən dedim. Halaldır. Yax, görürsən işləyəndə işləyirik. Qazanırıq. Nə qədər pul var orada? Bir 100 minə yaxın yığmışıq. 100 min. Partlatmışıq. Bütün sponsor. Şaşı, sənə bir söz deyim. Buyur Ağsaqqal. Qıraq adam deyil. Neçə ildir sən başımı oynatsan, mən sənin başını oynatıram. O 100 min balaca pul deyil. Bu Şəmi, o birisi, o nədir o gicin adı? Fəli. Məli, o birisi Peslabaş. Şirin. Onlar hamısı oturublar, evdə istirahət edirlər. Şəmi indi qosqunduqdan yer, pul təlində televizora baxır. Biz düşmüşük küçələrə pul qazanır. Düzdür? İndi o puldan da bizə nə qalacaq, nə qalmayacaq heç aydın deyil. Vaxt əlimizdə 150 min pulumuz var. Basaq aeroporta, oradan da Belarusiya, Moskvada qızlarla tanış olmuşam. Onları da koçay atelə. İçək. Ağsaqqal, sən məni deyəsən kimlənsə səhv salımsan ha? Məni yolundan çıxartmaq istəyirsən sən? Yox. Sən mənə düz başa düşmədin. Mən yoxlamaq istəyirdim, görüm sənin içində o maşenliklik var ya yoxdur. Ağsaqqal, bura bax. Maşenlikin yekəsi sənin elə özünsən. Ayıb olsun. Mən sənə gedib dönərxanadan pul gətirmişəm ha. Maşenlik, mənə maşenlik deyil. Gedib dönərxananda dolamısan. Birdən savaq çıxdı qabağıma dedi ki, hanı Rafet Qalurman? Bu boyda dönər hazırlamışdım. 2 dənə dönər də alıb qaytararsan ki, yemədi. İçindən tüy çıxıb. Yalanla. Eşidirsən? Davay gedək məsələni həll eləyək. Bəlkə aeroport. Yox, Ağsaqqal. Zarafat edirlər. Sən Kazovska maşenlikin böyüyüsən ha. Getdik. Amma o aeroport söhbəti fikirləş. Vallahi. Şəmməm deyirəm hamamı yandırmışam. Bəlkə içməsiniz. Axşam qoy bu işləri hamısını məsələləri həll eləyək, yoluna qoyaq, ondan sonra axşam Şəmməm masaj eləyin. Biraz yüngül var elə vermə. Öz bir soyuğa verirsən Şəmməm, sonra mən altından çəkirəm. O O dərmanı atdınız. 60 bir şey. Yəni əllərində nələr var imiş ha. İçmədin. Otdan belə vurardım belə Şəmməm. Gəlmin. Şəmməli dincəlir. Gəlmin. Bu kimdir? Gəlmin. Get cəhənnəm ol bu yana, xalam oğlunun yanına çerez katibə gələcəm. Yaxşı. Buna bax. Çay gətir, şokoladla. Nə var, nə yox, xala oğlu. Çay gətir. İnanırsan düşmüşük imişlinin canına. Hamısından necə lazımdır Ağsaqqaldan dağavor eləmişik, kontratları savişat eləyirik. Bütün hamısı razılaşıb. Pullar almışıq çoxlu. Mən o pulların yeri gəlmişkən pul söhbəti gəldi. Mən istəyirəm Petlə baş getsin eşidəcək. Elə bir pulu verir, sən saxlayırsan da, pul səndə qalsın. Amma hara fırlatsan sənə etibar yox da, sən maşenliksən. Yəni mən tanıyıram da, ehtiyac yoxdur. Ağsaqqal söz danışmışıq ha, bu olmadı ki. Şəmi, bax qulaq as. O puldan məndən xəbərsiz. Pulun üstündən götürən adam görüm elə bir xəstəliyə tutulsun ki, yollarda qalsın. İran, Bakı, İran, Bakı, İran, Bakı gedib gəlsin, sağlanmasın. O qədər İrana getsin ki, Azərbaycanca İran ləhcəsi ilə danışsın. Buna qarğış da Ağsaqqal. Mən dedim də, mən demirəm, siz yəsən, hansı ki sizə düşür ha, siz eləyə bilərsiniz. Amma sizə demirəm, deyirəm o pulu götürəm. Pulun üstdən götürüb verəcəm. Mən rahat olum, mən rahat olum ki, İran, Bakı işlər gedir. Yaxşı etmişsin, fəlakədanı. Bu fəlakət öldürüb bizi. Hansı sponsorun yanına giririk, zibil eləyir. Deyirik danışmayın, yalvarırıq ki, fəlakət, sakit dur. Ağsaqqalla Şöşəm özü danışacaq. Satan kimi bir dənə zırt pırtdır, sponsor deyil, yox istəmir. Axırda bura gələndə dedi ki, burada bir dostum var imişli də, milyarderdir. Dedi bir dənə ona zəng elə, görüşüm. Dedim, yaxşı, qoy 1-2 saat maşın. Fəlakət tək buraxmısan sən? Yox, gədə maşınla gəldik, Qalenvagenlə. O tuturdum, dedim 1-2 saat bunu buralarda fırlat, biz də dincələk gəlirik. Bu sənə deyir ki, maşenlik, amma özü mənim başımı pişirirdi ki, gəl gedək Ursiyə təzad apını xərik. Bu deyir, bunda bir sən nələr var? Mən onu yoxluyordum, mən bilirəm o sənə nə deyil. Eşidirsən Şöşün, bax bu Rafetin konsertinin afişalarıdır, billboardlarıdır. Ondan sonra nə bilim, bütün mağazinlərin qabağı, nə bilim, bütün şəhərin mərkəzi, divarları, zatarı, hamısını artıq adama da pul verib çeyləməyək də, işlətməyək. Ya o da xəricdir. Özün şəxsən məşğul olursan, uzaqbaşı fəlakətə də tapşırırsan ki, o da gedib sənə Kleyz adı verəcəm, deyəcəm, dava get kleylə. Hər şey həll olundu da. Çox xahiş edirəm. Söz xahiş edirəm. İmkan varsa mənim bir sinif yoldaşım var, Valera. Valera bu hələ heç 80 yaşı olmuyor. Yəni cavan uşaqdır, 34-ün dekabr ayıdır. Nə yaşı var ki onun? Onun imkan varsa bu Rafetə axıran, maxıran belə bir şey işə düzəldək, o da 5-10 manat pul qazansın. Ay Ağsaqqal, o yaşda mən onun nətər axıran düzəldim ha? Axıran işləyir də, indi də stayan şıxdır, maşın axıran. Nəticədansən, mən ölmüşəm Rafetə. Yaxşı, dur, imkan olsa da. Yaxşı da, yaxşı, gelin sponsor axsan.
plakatlar zatlarım çox istədim. Hər şey yapışdırırsan, yüksək səviyyədə, yaxşı? Gəl ağsaqqal birisini də sən yapışdır, hə? Oldu Şəmil, görüşək. Oldu, sağ ol. Bax, o pul İran, Bakı, İran, Bakı. Hə. Şəmbəli, ütülərim şalababızdan, hamısını köynəyə bizdən sıfaratıyız. Güppər, düdüyünüz kimi ya. Soyuq olmaz. Buna bax, xırç-xırç eləyir, xırç-xırç. Yığılıb. Bugün hamımız Rafət sevənlər yığılmışıq burada, Rafəti gözləyirik. Bizim samolyotla Türkiyədən İmişliyə Premoy, dünya səviyyəli, hamının sevimlisi Rafətləri! Şaşıcım bu sana, benden hediye. Ay öpüyorum seni. Selam Azerbaycan, selam İmişli. Nasılsınız? İmişli'de ilk kez konser veriyorum. Şurada Rafet'li roman severler var mı? Ay teşekkürler, teşekkürler. Ben hepinizi kucaklıyorum, bakırıma basıyorum. Teşekkürler İmişli. Arkadaş oradan bir play bassana. Hadi eyvallah. konsertin özün bilirsən ki, alınan işdir axı. Yaxşı, yaxşı. Ay, dur. Ne oldu? Konsertdə qızğındır. Dur. Qorxdum ha. Bu məni zibilə salmışam, öldürürəm, buna bax. Ne oldu, ne məsələdir? Bu Rafət adından bu şeycədən çıxartmadıq, bu Tükərman xalanın oğlunu. Əjdəri. Kəsi tükülmüşdü, bu Əjdər tanıyırmış. Tüküdən kepqadan geyindirmədiniz? Taxmışdıq da, açdı kepqa, sportivdi. Səhnəyə çıxan kimi cəmat hamısı tanıdı. Qab atan kim, telefon atan kim? Dur, gəlirlər, zırmaqlayasın. Pullar kimdədir? Pullar məndədir, ama dur deyir. Vardı hər bir yerdə hörməti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanar da yaşar da ya da şəhərdə. ATV edəcəkdi bunu sizə görə, baxsın hər kəs gülə-gülə.
Bozbaş Pictures təqdim edir. Bəli söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Elad, qalx. Biraz da yuxarıdayım, qalx.